Salam dəyərli müəllimlər. Hər vaxtınız xeyirli olsun. Yeni möhtəşəm bir sınaqla yenə sizin görüşünüzə gəlmişəm. Deməli, sınaq sertifikasiya sınağıdır, amma bir qədər maraqlı və biraz mürəkkəbdir. Gəlin baxaq. Birinci sualdan başlayaq. Təbii ki, ad soyadımızı yazandan sonra başlayırıq. Birinci sualda. Sosial bacarıqlara verilmiş rəyi müəyyən edin. Yəni ki, rəy elə olmalıdır ki, sosial bacarıqlarımız inkişaf eləsin. Belə bir sual çıxır ortalığa ki, sosial bacarıqlar deyəndə nə nəzərdə tutulur? Yəni, o bacarıqları sən sosial mühitdə, cəmiyyətdə istifadə eləyə biləsən və cəmiyyətlə qarşılıqlı münasibət qura biləsən. Yəni, həyatda mövqe tutmaq üçün, insanlarla düzgün münasibət qurmaq üçün o bacarıqlar bizə lazımdır. Təbii ki, bu hansı bacarıqlar ola bilər? Əməkdaşlıq bacarığı ola bilər, düzgün ünsiyyət bacarığı ola bilər, daha sonra fəal dinləmə bacarığı ola bilər, münasibətləri düzgün idarə etmə bacarığı ola bilər, daha sonra, yəni elə bir bacarıq olmalıdır ki, bu bacarıq tək sənin özünü idarə etməkdən əlavə qarşı tərəflə də düzgün münasibət qurmaq üçün sənə köməklik etmiş olmalıdır. İndi baxaq görək ki, bu variantlardan hansında sosial bacarıq inkişaf eləmiş olar. A variantında deyir ki, tapşırıqların icrası üçün özünə uyğun strategiyalar müəyyən edə bilirsən. Lakin problemlə qarşılaşdıqda tez ruhdan düşürsən. Daxili motivasiyanı qorumaq üçün hansı üsullardan istifadə edə biləcəyini aydınlaşdırmağa çalış. Bu situasiyadan görürük ki, bu sadəcə şagirdin özünə aiddir. Yəni ki, deyir, tez ruhdan düşürsən. Yəni, bir tək sənə aiddir. Bunun sənlə əlaqəsi var. Ətraf mühitlə əlaqəsi yoxdur. Amma bizə nə lazımdır? Sosial bacarıq lazımdır ki, qarşı tərəf mütləq orada olmalıdır. C variantında deyir ki, fikirlərini aydın vermirsən, lakin sistemlik bəzi hissələrdə pozulub. Yazıda informasiyaların düzgün qruplaşdırılması və ardıcıllıqla verilməsinə diqqət edin. Yenə də sən özün diqqət edin. Yenə də bu sənin özünə aid olan bir problemdir. D variantında deyir ki, məsələlərə yanaşmada oxşar və fərqli cəhətləri müəyyən etməyin analogiyasını tapmaq bacarığından xəbər verir. Bu yeni ideyaların yaranmasında yardım edəcək. Yenə də bu tək bir insana aiddir, bir insanın özünə aiddir. Y-dədir ki, yazıçının mövqeyini müəyyənləşdirərkən sübutlardan istifadə etməyin tədbirə layiqdir. Yazıçının digər əsərlərlə müqayisə aparsan, onun üslubu daha dəqiq fikrə sahib olur. Onun üslubu haqqında daha dəqiq fikrə sahib ola bilərsən. Baxarıq ki, A variantı, C variantı, D variantı və Y variantı yalnız bir insanın özünə aid olan və yaxud da qavramasına aid olan, yəni öz həyatına aid olan rəylərdən gedir söhbət. Amma B variantına baxsaq, bir dənə diqqətli baxaq, müzakirədə öz münasibətini aydın şəkildə ifadə edirsən. Lakin yoldaşlarını dinləyən zaman danışanın fikrini yayındıran hərəkətlərə yol verməməyə çalış. Bu fəal dinləyici olmaq üçün vacibdir. Deməli, bu şagirdin tək özünə yox, qarşı tərəflə qurulan düzgün münasibətinə verilmiş rəydir. Sosial bacarıq da nədir? Yəni, sosial aləmdə, cəmiyyətdə sənin tutduğun mövqeyə uyğun bacarığın formalaşdırılmasıdır. Yəni, sənin digər insanlarla münasibətinə verilmiş rəy olmalıdır. Ona görə burada cavab B variantıdır. İkinci suala baxaq. Düzgün variantı təyin et. Müəllim şagirdlərə mübahisəli sual verir. Deməli, birinci etapda baxırıq ki, sualımız mübahisəlidir. Birinci fikrimizi verdik, buna yazırıq mübahisəli sual. Davam edirik. Şagirdlərin hər biri suala cavab verməkdə öz fikirlərini ifadə etdilər. Bəzi şagirdlər yoldaşlarının fikirləri ilə razılaşmadığını emosional şəkildə göstərdilər. Deməli, bəzisi öz fikrini ifadə elədi, bəzisi isə artıq yoldaşlarının fikirlərini də təsdiq etmədi, amma görün necə təsdiq etmədi, emosional. Deməli, bu insan emosiyalarına idarə etməkdə çətinlik çəkdi. Yəni, emosiyalarını idarə eləyə bilmədi. Deməli, burada bizdən 4 başlı bir sualdır da bu. 4 dənə mövzuya toxunub da, görürsünüz, miqdə də belədir də bilirsiniz. Deməli, mübahisəli sualdırsa, bu Piaget nəzəriyyəsində hansı mərhələyə aid olar? Əgər uşaq, biz deyirik, nifaq, ədalət kimi anlayışları bilirsə, konseptual bilik formalaşıbsa, hipotetik düşünə bilirsə, açıq tipli suallara cavab verirsə, deduktiv düşünürsə, hətta mübahisəli suala münasibət bildirirsə, bu hansı mərhələdir? Təbii ki, bu formal əməli mərhələsidir də. Artıq 11 yaşdan yuxarı bu şagirdin
beynin zehni inkişaf formalaşıb ki, bu mübahisəli suala münasibət bildirə bilir. Deməli, bir də baxdıq ki, burada birinci növbədə formal əməlini tapdıq. Bu konkret əməl A-nın üstünə xətt çəkdik, C-nin üstünə xətt çəkdik, D-nin üstünə xətt çəkdik. Qaldı B-nə Y. İndi bizim işimiz bu B-Y variantları arasındadır. Baxın, deyir ki, emosional davranır. Deməli, özünü idarə etməkdə çətinlik çəkir. Özünü idarə etmədə çətinlik çəkirsə, Goleman nəzəriyyəsində özünü idarə etmə, mənəvi inkişafın özünü idarə etmə mərhələsində problemi var. Deməli, burada olacaq formal əməli və özünü idarə etmə. Əgər emosional davranıbsa, deməli, şəxsiyyət tipi olaraq qeyri-rasional şuur dövrü. Çünki biz dedik ki, qeyri-rasional şuur dövründə şagird emosiyaların təsiri altında olur. Görürsünüz müəllimlər, bir situasiyadan biz bir neçə cavabı tapa bilirik. Deməli, burada olacaq formal əməl, özünü idarə etmə. Mübahisəli sual verilibsə də, Qarni nəzəriyyəsindəki birinci mərhələdə şagirdlərin fikirlərini dərsə cəlb etmək. Bilirdikdə, Qarni nəzəriyyəsi 9 addımdan ibarətdir. Biz buna öyrənmənin 9 addımı da deyirdik. Hansıları idi? Bir dənə tez biraz haşiyəyə çıxım. Şagirdlərin diqqətini cəlb etmək, təlim məqsədlərini elan etmək, əvvəlki bilik və bacarıqlarla əlaqələndirmək, dərsin mövzusunu təqdim etmək, öyrənməni təmin etmək, daha sonra bilik və bacarıqları tətbiqi, əks əlaqə qurmaq, təlim nəticələrini yoxlamaq, bir də bilik və bacarığın möhkəmləndirilməsi. Deməli, burada mübahisəli sual varsa, artıq şagirdə sinifə mübahisəli sual verəndə hamının diqqəti cəlb olunur ki, görəsən, burada söhbət nədən gedir, necə münasibət bəsləyim, bunun cavabı necə olar, artıq diqqəti cəlb eləyə bilirik. Ona görə də olacaq B variantı, formal əməli, özünü idarə etmə, şagirdləri dərsə cəlb etmək, qeyri-rasional. Deməli, bir sualın içərisində həm Piaget nəzəriyyəsi var, həm Goleman nəzəriyyəsi var, həm Qarni nəzəriyyəsi var, həm də şəxsiyyət tipi var. Belə suallar deməli, sizi inkişafı daha çox aparacaq. Üçüncü suala baxırıq. Mövzunu keçdikdən sonra müəllim şagirdlərə mövzunun əsas mahiyyətini ifadə etmələrini tapşırdı. İndi burada tapşırıq bilik, taksonomiya və təfəkkürün hansı növü olar? Deməli, mövzunun mahiyyətini elan edirəmsə, bir şeyin mahiyyətini və əhəmiyyətini bilmək hansı bilik idi? Bir dənə xatırlayaq. Təbii ki, bu konseptual bilikdir. Konseptual bilik, əgər şagird bir şeyin mahiyyətini və əhəmiyyətini anlayırsa, deməli, bu taksonomiyanın anlama mərhələsidir. Anlama mərhələsidirsə, deməli, məntiqi təfəkkürdür. Bir də mövzunu keçdikdən sonra şagird mövzunun əhəmiyyətini anlayırsa, ideyasını belə deyək də təyin eləyə bilirsə, hansı üsul idi? Bax, Think-Vein üsulu idi, bəli. Çünki Think-Vein üsulu oxuduğumuz əsərin ideyasını müəyyənləşdirməyi bizə köməklik göstərirdi. Hansı ki, o piramida yadınıza gəlir. İdeyasını müəyyənləşdirdikdən sonra isimlə, feillə, sifətlə ifadə eləyirdi ya, yadınıza gəlirdi. Bəli, bu ona görə də olacaq konseptual anlamaq, məntiqi və üsul olaraq Think-Vein. Deməli, burada yenə də 4 başlı sualdır bu. Biliyin, taksonomiyanın, təfəkkürün və üsulun adını bizdən istəyir. C variantdır. 4-cü suala baxaq. Müsbət təsir göstərməyəni tapaq. Görə bizə nə istəyir, nəyə müsbət təsirdir? Tam anlamaq üçün suala gedirik. Hansı situasiya öyrənmə prosesinə müsbət təsir göstərməz? Baxaq. Sual-cavab zamanı şagirdlərə gözləmə müddətinin verilməsi bilirik ki, mütləq lazımdır. Onlar arasında bərabər imkanlar yaradır və bu hər bir şagirdə imkan yaradır ki, özünü sinifin bir parçası kimi hiss eləsin. Bəli, mütləq düşünmə və gözləmə vaxtı vermək lazımdır. Çünki elə uşaqlar cavabı tez tapır, amma elə uşaqlar var ki, onlar biraz analiz edirlər, biraz beyinlərində götür-qoy edirlər və müəllim mütləq ki, bərabər imkanlar yaratmalıdır ki, hər bir uşaq sual-cavab prosesini iştirak eləsin, fikirlərini aydın şəkildə ifadə eləsin. Effektiv şəkildə təşkil edilmiş müzakirələrdə şagirdlər üçün maraqlı olan mövzular müəyyənləşdirilməli, onların proses zamanı müəyyən müzakirə qaydalarına əməl etməsini təmin etmək lazımdır. Bəli, burada da effektiv şəkildə əgər müzakirə təşkil eləyirəmsə, təbii ki, şagirdlərin marağına uyğun mövzu müəyyənləşdirilməlidir və müzakirə qaydaları o deməkdir ki, yəni burada qaydalar qoyulmalıdır ki, bir-birinizi sona qədər dinləyin, bir-birinizi məsələn, belə deyək də, fikirlərini
qəbul edin, münasibət bildirin düzgün şəkildə. Bu qaydalar lazımdır. Təbii ki. C variantı. Səmərəli öyrənmə mühitinin qurulması zamanı şagirdlərin uğurlarını sinif qarşısında elan etmək olar. Amma diqqət eləmək lazımdır ki, şagirdlər biri-biri ilə müqayisə edilməsin. Bəli. Yəni belə deyək də, hərdən bir uşağın uğurunu vurğula, hər dəfə eyni uşağı vurğulama ki, digər uşaqlar tərəfindən qıcıq yaranmasın. Bu da düzdür. Şagirdlər dərs zamanı özləri ilə bağlı refleksiya edərkən, yəni özlərinin zəif və güclü tərəflərini qiymətləndirərkən, onların məntiqi düşüncəsi yüksək inkişaf edir və müstəqil öyrənməyə imkan yaradır. Burada bir xırdaca bir səhv var. İndi deyəcəksiniz ki, nə səhvdir? Refleksiya etmək lazımdır. Ümumiyyətlə, refleksiya, mən demişdim sizə ki, bu sadə dildə yəni özünüzə hesabat verin. Günün refleksiyasını eləyin, saatın refleksiyasını edin, ayların refleksiyasını edin. Bilmək lazım ki, mən nəyi qazandım, nəyi itirdim, özümdə güclü tərəflərim hansıdır, zəif tərəflərimi müəyyən edeyim, onu aradan qaldırım. Amma burada məntiqi təfəkkür yox, burada tənqidi təfəkkür inkişaf edir. Bax, səhv buradadır. Çünki biz özümüzə tənqidi yanaşırıq. Çatışmamazlıqlarımızı aradan qaldırırıq, zəif tərəflərimizi gücləndiririk. Özümüzü tanıyırıq. Demişdik axı, tənqid təfəkkürdə insan özünü daha yaxşı tanıyır. Təbii ki, tənqid təfəkkürün varsa, bunu qəbul edirsən, yoxdursa deyirsən ki, elə burada mənəm, Bağdadda kör xəlifə. 5-ci suala keçək. Bu sual sertifikasiyada düşən suallar tipindən biridir. Mən çalışıram ki, ümumiyyətlə elə suallar seçim ki, sırf sizin tələbatlarınıza uyğun olsun. Həm də imtahan şərtləri orada öz əksini tapsın. Uyğunluğu müəyyən eləyək. Deməli, birinci sual deyir ki, qoyulmuş məqsədə görə addımlarını müəyyənləşdirir. Qoyulmuş məqsədə görə addımları müəyyənləşdirirsə, burada bəli, ardıcıl düşüncə var. Amma deduktiv düşüncə yoxdur. Ona görə bir düzgün sayıla bilməz. Biri çıxırıq. Sadə problemin səbəbini və həlli yolunu müəyyənləşdirir. Ümumiyyətlə, biz demişdik ki, problemin səbəbi bizə lazım deyil. Əgər cümlə belə olsaydı ki, sadə problemi həllidir, həlli yolunu müəyyənləşdirir. Bu məntiqi təfəkkür ola bilərdi. Amma burada səbəbini tapmaq, onu həll etmək, bu tam olaraq məntiqi təfəkkür sayılmır. Üçüncüyə baxırıq. Müxtəlif məkan və zamanda baş verən hadisələr arasında oxşarlığı müəyyənləşdirir və nümunələrlə əsaslandırır. Oxşarlıq varsa bilir ki, bu analoji düşüncədir və əsaslandırırsa deməli artıq fakt və sübut gətirir. Bəli, bu tənqidi düşüncədir. Tənqidi təfəkkürdə 3 düzdür. Problem yarananda çevik dəyişikliklər edir və problemi səmərəli həll edir. Tənqidi düşüncə. Yəni kritik davranır da həmin insan. Tez bir şəkildə, çevik bir şəkildə problemi səmərəli yolla həll edə bilir. Bəli, bu tənqidi düşüncədir. Yəni ən səmərəli yolunu tapır da, analiz eləyir, onu dəlil və sübut gətirir, həll etməyə çalışır. Araşdırma aparır, mövcud olan həll yollarının bir neçəsindən səmərəli şəkildə istifadə edib problemi həll edir. Bilir ki, problem həll etmədə hardaydı? Yaradıcı düşüncədə. Əgər 4-də bax belə olsaydı ki, problem yarananda çevik problemi həll edir, səmərəli söz olmasaydı biz yaradıcı düşüncə götürə bilərdik. Amma görürsünüz, cümlənin arxası var deyə bu tənqidi düşüncə. Deməli olacaq bu da 3, 4, 5 cavab A variantı. Uyğun olmayanı tapaq, yaxşı. Aşağıdakı hansı yanaşma sinif üçün uğurlu deyil? Baxaq görək hansı yanaşma sinif üçün uğurlu olmaz. Müəllim diaqnostik qiymətləndirmə ilə şagirdlərin bilik və bacarıq səviyyəsini təyin eləyir. Daha sonra tapşırıq və mövzuların çətinlik dərəcəsini, həmçinin hansı şagirdə hansı çətinlik dərəcəsinə uyğun mətn və tapşırıq verəcəyini müəyyənləşdirir. Bildirilir ki, diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Müəllim şagirdini bu vasitə ilə tanıyır. Yəni akademik biliyini, səviyyəsini, öyrənmə tərzini, şəxsiyyət tipini, intellekt səviyyəsini və s. İntellekt növünü daha doğrusu. Deməli, bu düzdür. Bilir ki, müəllim uşağın səviyyəsi budur, tapşırığı da ona uyğun hazırlayır. Xarici dil dərsində müəllim əvvəlcədən şagirdə verəcəyi tapşırıqları müəyyənləşdirir və bütün şagirdləri dərsə cəlb edir. Diqqət edir ki, müxtəlif çətinlik dərəcəsində olan material üzərində şagirdin diferensiallığına nəzərə alsın. Yəni ki, mütləq burada da diferensiallığı qoruyur, müxtəlifliyi təmin edir. Burada da səhv heç bir şey yoxdur. Müəllim sinifdə elə bir mühit yaradır ki, bəziləri qrupla və ya fərdi işləməklə yalnız kitabdakı tapşırıqları yerinə yetirir, bəziləri isə qrupda və ya fərdi şəkildə işləyir, bəziləri isə fəaliyyəti canlandırır. Yəni müəllim artıq bir neçə iş üsulundan, iş formasından istifadə edir, qəşəng də bir dərs durur. Bəh-bəh.
İndi gələk D variantına baxaq. Riyaziyyat dərsində mövzu əsasında öyrənmə xüsusiyyətləri nəzərə almadan bütün sinifə eyni tapşırığı vermək olarmı? Olmaz. Deməli, burada artıq Kərəmi ağlamaq tutur. Niyə? Çünki bütün sinifə eyni tapşırıq verilməz. Müxtəlif tapşırıq olmalıdır ki, şagirdlərin də səviyyəsinə uyğun olsun. Biz hətta deyirik ki, summativ hazırlayanda belə biz nə edirik? Müxtəlif çətinlik dərəcəsində olanları hazırlayırıq. Nəysə, keçək 7-ci suala. Məncə bu sizə tam aydın oldu. 7-ci sual. Sinifdə təhsil alan şagirdlərin içərisində fərqli dinə məxsus olan şagird vardır. Sinifdəki şagirdlər onun dininə görə onunla münasibətə can atmırlar. Şagirdəki ayrı seçkiliyə məruz qalır və bir müddət sonra bullying halı yaranır. Deməli, dininə görə şagirdə davamlı olaraq təzyiq edirlər. Burada davamlı sözü varsa, deməli bir hərəkət davamlı təkrarlanırsa, artıq bu bullyingə çevrilir, əziz müəllimlər. Deməli, bundan xəbərdar olan müəllim bu vəziyyətə heç bir müdaxilə etmir. Aha. İndi müəllimlər bu testi işləyərkən çox adam gəlir, götürür burada qərəzsizlik. Deyirlər ki, müəllim uşağa qərəzli yanaşır, dininə görə ayrı seçkilir. Amma bir şey unuduruq ki, burada müəllim tərəfindən ayrı seçkiliyə məruz qalmır uşaq. Şagirdlər öz sinif yoldaşları tərəfindən qalır. Sadəcə olaraq müəllim də bu məsələyə etinasız yanaşır. Deməli, axı biz deyirik ki, müəllimin etik davranış, demirik şagirdin etik davranış qaydaları. Şagird sinif yoldaşları tərəfindən ayrı seçkiliyə məruz qalır. Ona görə də bu sizi çaşdırmasın. Əgər desəydi ki, müəllim tərəfindən şagird ayrı seçkiliyə məruz qalır, burada qərəzsizlik götürə bilərdik. Amma burada deyir, öz sinif yoldaşları tərəfindən. Sadəcə olaraq burada müəllimin səhvi ondan ibarətdir ki, müəllim qeyri-peşəkar yanaşır da. Yəni ki, fikir vermir ki, şagird bullyingə məruz qalıbmı, ayrı seçkiliyə məruz qalıbmı, o davamlı təzyiqə məruz qalıb. Müəllim bunu önəmsəmir. Deməli, müəllim işinə peşəkar yanaşmır. Bəli. Burada peşəkarlıq və fərdi məsuliyyət və mədəni müxtəlifliyə hörmət dəyəri formalaşdırılmayıb şagirdlərdə. Ona görə ən uyğun cavab B variantıdır. Aha, səncə hansı səmərəli olmaz? Baxaq görək hansı olmaz. Situasiya sinif üçün faydalı deyil. Müəllim şagirdlərə tapşırıq verərkən nümunə olaraq bir tapşırığın spesifik elementlərinin nə üçün lazım olduğunu başa salır. Nümunə ilə şagirdlərə əyani şəkildə təlim məqsədlərini göstərir. Bu bizə nəyə xatırladır? Müəllimin fasilitatorluq qabiliyyətini xatırladır. Bu bizə nəyə xatırladır? Scaffoldingin strategiyalarını xatırladır. Bəli, deməli biz bu sualda scaffoldingə diqqət yetirəcəyik. A düzdür. Müəllim neyinir? Tapşırığı nümunə verir, sonra həmin tapşırıq üzərində başqa tapşırıqlar həyata keçirilir. Bu düzdür. Kiçik qruplar yaradaraq şagirdin digər sinif yoldaşlarına əməkdaşlıq etməsini təmin edir. Onların bir-birindən öyrənməsinə motivasiya yaradır. Sağ olsun müəllim. Bəli, bu da düzdür. Yəni əməkdaşlıq etmək üçün, əməkdaşlıq kimi sosial bacarıq formalaşdırmaq üçün şagirdə belə deyək, bir-birindən motivasiya yaratmaq üçün müəllim kiçik qruplara müraciət edir. Burada səhv yoxdur. Şagird bilmədiyi sualı müəllimdən soruşanda, müəllim birbaşa cavab verməyərək, deməli, yönəldici suala və ya ipucu verir. Mən həmişə deyirəm ki, çalışın uşağa hazır sualın cavabını deməyin. Niyə? Çünki onda uşaq sizdən asılı vəziyyətə düşəcək və hər sual üçün sizdən cavab istəyəcək. Çalışın ki, o prosesi şagirdin öhdəsinə buraxın. Necə? Demirəm ki, deyin ki, yox, mən cavab verə bilmərəm. Sadəcə uşağı o sualın cavabına doğru aparın. Amma çalışın ki, cavabı özü tapsın ki, sizdən asılılığı azalsın, özünə inamı yaransın. Sabah başqa bir problem olanda özü həll etməyə çalışsın. Yəni, belə deyək də, hazıra nazir olmasın. Özü çalışıb bir şeyi özü etməyə nail ola bilsin. Ona görə də bu da düzgün bir şeydir. Müəllim şagirdin doğru və ya yanlışlarını analiz edərkən onun uğurlarını vurğulayır, uğursuz tərəflərini düzəltmək üçün ona rəy verir. Böyle bu da düzdür də. Biz həmişə demişdik ki, effektiv əks əlaqə qurmaq üçün birinci növbədə pozitivdən başlamalıyıq. Negativlər də varsa, bunu qabarıq şəkildə yox, yumşaq şəkildə deyərək onu aradan qaldırmağın yollarını şagirdə göstərməliyik. Ki, gələn dəfə buna yol verməz. Bu da düzdür. Yedədir ki, şagird problemlə bağlı müəllimə müraciət edəndə müəllimin özü problemin ən səmərəli yolunu müəyyən edib onu təqdim etməlidir. Bəs onda burada uşağın fəaliyyəti nə oldu? Elə nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Oturum gözləyim ki, müəllim səmərəli yol deyəcək, mən də o yolla gedəcəm. Bəs uşağın orada fəaliyyəti nədən ibarət oldu? Bu düzgün deyil. Çünki əsl fasilitator
Əsl yönləndirici deyir ki, mən sənə balıq tutmaq balı tutub balığı vermirəm. Mən sənə balı tutmağın yolunu öyrədirəm. Bəli, müəllim balıq tutmağın yolunu öyrətməli ki, şagird özü balığı tutsun. Yəni mən hər şeyi eləyim, sən də sakitcə dur. Hə. Olmaz belə. Ona görə bu düzgün deyil. Müəllim yönəldici, şagird isə araşdırmacı olmalıdır. 9-cu sual. Müəllim şagirdlərə tapşırıq verən zaman onların düşünmə sürətlərini, öyrənmə tərzlərini nəzərə alır. Nəticədə şagirdlər dərsə daha aktiv cəlb olunurlar. Həmçinin dərsin sonunda müəllim şagirdlərə refleksiya sualları verərək uğurlu inkişafı təmin edir. Deməli, bu situasiyadan görünür ki, müəllim öhdəsinə düşən işi çox gözəl yerinə yetirir. Hər şey yerində. Deməli, müəllim nə edib? Müəllim təhsil proqramını mənimsədə bilib uşağa və bu onun vəzifəsidir. Deməli, müəllim vəzifəsini layiqincə yerinə yetirir. Vəssalam. İndi burada baxırıq B-yə. Şagirdləri müstəqil həyata əmək fəaliyyətinə hazırlamaq vəzifəsini yerinə yetirir. Burada sadəcə dərsini keçirdi. Belə deyək də, indi açıq danışır ki, burada həyatı bir bacarıq formalaşmırıq. Müəllim gündəlik öhdəsinə düşən təlim məqsədini elan etdi. Onu yerinə yetirdi. Səmərəli dərsi qurdu. Şagirdə mənimsətdimi? Vəssalam. Deməli, ən uyğun variant burada A variantıdır. Məsələn, C-dədir ki, təhsil alanların şərəf və ləyaqətinə hörmət hissi aşılamaq vəzifəsi. Burada şərəf və ləyaqətdən söhbət getmir axı. D-dədir ki, təhsil alanların təhlükəsizliyi. Burada hansı təhlükədən söhbət gedir ki? Görür ki, müəllim açıq-aşkar düzgün şəkildə dərsini qurur, dərsini keçir, öyrədir. Y-də də əlavə məşğələyə ehtiyac yoxdur, çünki müəllim mükəmməl dərsini keçib, ona görə də A variantıdır. Keçirik 10-cu suala. Doğru olmayanı tapaq. İnanırsınız ki, mən bu şərtləri qara-qara yazıram ki, bunu sizdə formalaşdırım ki, testin şərtini səhv oxumaq sualı bilsəm belə səhv cavablamağa bərabərdir. Ona görə mən onu ayrıca bir də yazıram ki, tam sizə diqqət formalaşdıra bilim. Yəni, scaffolding olaraq bütün strategiyalardan istifadə edirəm ki, sonda inşallah ki, uğurlu nəticə əldə edəcəyik müdavimlərimizdən bir yerdə. Qrup müzakirəsi zamanı iki şagirdin fikri bir-birinə zidd olduğu üçün onlar arasında münasibətlər gərginləşir. Bu situasiyada müəllimin hansı addımı effektiv olmaz? Müəllimin doğru olmaz addımı. Gəlin baxaq. Deməli, qrupda müzakirə gedir. İki şagird bir-birinə zidd fikirlər söyləyirlər. O deyir, bu deyir, artıq münasibətlər gərginləşir. Deməli, A. Səmərəli müzakirələrə zəmin yaratmaq üçün onların baxışları arasında ortaq məqamları müəyyənləşdirmək lazımdır. Bir-birini bu tərəfi də dinləməlisən, o tərəfi də dinləməlisən, ortaq qərara gəlmək lazımdır. Bu düzdür, bu səmərəlidir. Belədir ki, hər bir şagirdi empatiya və qarşılıqlı anlaşmaya təşviq etməklə digərlərinin mövqeyinə hörmətlə yanaşmağa təşviq etmək olar. Yəni, şagirdə demək lazımdır ki, bir-birinizi dinləyin, bir empatik, emosional bağlılıq yaradın. Bəlkə elə digərinin fikri doğrudan da ağıllı fikirdir. Bir sona qədər dinləyin, bir hörmətlə yanaşın, anlamağa çalışın. O saat negativ yanaşmayın. Bu da düzdür. Neytral vasitəçi rolunu qorumaq və ədalətli təmin etmək üçün heç kimin tərəfini tutmur. Təbii ki, müəllim deyə bilməz ki, məsələn, Əli düz deyir, Vəli səhv deyir. Müəllim neytral mövqe tutmalıdır və imkan yaratmalıdır ki, onlar problemləri daha özləri tərəfindən həll etsinlər. Yəni, bu böyük bir problem deyil. Sadəcə müzakirə zamanı bir-birindən razılaşmırlar. Müəllim müzakirədə heç kimin tərəfini tutmamalıdır. Çalışmalıdır ki, o iki uşaq arasında anlaşma, belə deyək də, bərqərar olsun və bir-birini düzgün şəkildə anlayıb başa düşsünlər. C də düzdür. Hər bir nöqteyi nəzərdən çıxış edərək praktik həllər tapmaqla şagirdlərin hər birinin öz fikrini müdafiə etməyə yönəldir. Yəni ki, əgər sən doğrudan da düz deyirsənsə, fikir olaraq söyləmə, fakt olaraq söylə ki, görək bu nəyə əsaslanıb bu fikri söyləyirsən, niyə bu fikrin üstündə durursan? İnandır bizi. Biz sənin fikrinin belə deyək, əsaslı olduğuna inanaq. Bu da düzdür. Y-də deyir ki, hər bir şagird danışdıqdan sonra dediklərini ümumiləşdirirlər və üstünlüklərini qeyd edirlər. Bizdə burada üstünlük lazım deyil. Burada fikri ümumiləşdirmək lazım deyil. Zaten biz onu eşidirik ki, müzakirədə hansı uşağın fikri nədən ibarətdir? Bu səmərəli həll yolu ola bilməz. Hə, mən fikrimi ümumiləşdirdim, üstünlüyümü qeyd etdim, ona görə belədir. Mənim fikrim üstündür, vəssalam, mən dediyim düzdür. Belə olmaz. Bu uğurlu səmərəli addım deyil. Uğurlu addımı ola bilər ki, sən bu fikri deyirsənsə, nəyə əsaslanıb deyirsən, əlində hansı faktın var, bizi necə inandıra bilərsən? Bu olsaydı, hə, ona görə də burada Y variantı düz deyil, səmərəli addım deyil. Ümidvaram ki, izah sizə aydın oldu və dinlədiyinizə görə təşəkkür edirəm.
belə çətin tipli sınaqlar, suallar, situasiya tipli suallar görmək istəyirsinizsə, kanalı paylaşın. Böyle bir çətin bir şey deyil. Həmkarlarımıza, müəllim dostlarımıza köməklik eləyək və imtahanda uğurlu nəticə əldə eləyək. Sertifikasiyada 35% əldə eləyək, miqdə də işə qəbul olaq. Təşəkkür edirəm ki, dinlədiniz.